Salam əziz və dəyərli müəllimlər. Bugün mən sizə peşəkar repetitorluq kursumuz haqqında məlumat vermək istəyirəm. Deməli, bizim kursumuz bir aylıqdır. Çünki sadəcə bacarıqların, mövcud biliyinizi bacarığa keçirtməyin yolları, yəni şagirdin də biliyini bacarığa keçirtmək yollarını öyrədəcək burada. Deməli, bu 4 həftədən ibarətdir. 4 həftədən ibarətdir və bunun tərkibində nələr keçiriləcək? İndi mən sizə onu ətraflı izah edəcəm. Deməli, burada dinləmə və oxunun effektiv tədrisi keçiləcək burada. Effektiv dinləmə, effektiv oxu necə olur? Dinləyə bilmək və dinləməni bilmək arasında fərq. Oxuya bilmək və oxumağı bilməyin arasındakı fərqi mən sizə deyəcəm. Belə ki, hamı dinləyə bilər, hamı oxuya bilər. Amma hamı dinləməyi, oxumağı bilmir. Belə ki, dinləyərkən bu məlumatı nə üçün dinlədiyini, həyatda harada istifadə edə biləcəyini və həmin o dinləmənin ona nəyləri öyrətmək istədiyini diqqət yetirmək lazımdır. Oxuyarkən nəyi oxuduğunu, nə üçün oxuduğunu və o oxuduğundan harada istifadə edəcəyini, nəylərindən istifadə edəcəyini bilən birisi oxumağı və dinləməyi bilir. Belə ki, bunu etdikdən sonra əgər nəyisə də bir məluma, hər hansı bir məlumatı özündə qeydə apara bilirsə, danışa bilirsə və yaxud yaza bilirsə, deməli bu şəxs, bu insan o dinləməni və oxumanı düzgün şəkildə edibdir. Yox, əgər heç bir şey xatırlamırsa, heç nə edə bilmirsə, deməli bu müəllim və yaxud şagird, bu tələbə dinləməyi və oxumağı bilmir. Mən bu tədris müddətində sizə dinləmənin və oxumağın əsas nəylərə diqqət yetirəcəyinizi, bu vaxt əsas nəyə diqqət yetirəcəyinizi, dinləmənin və oxumağın əsas strategiyalarını sizə öyrədəcəm. Yəni, belə ki, dinləmənin uzunluğundan asılı olaraq, tutaq ki, 2 dəqiqalıq bir audio rekorddursa, bu rekordun hansı dəqiqasında hansı məlumat əldə edə bilərsiniz? Onu əldə edəcəksiniz suala əsasən. Aşağıdakı sualların hansına, hansı dəqiqədə siz təsadüf edəcəksiniz eşitməyiniz, dinləməyiniz, oxuda hansı məlumatı, sualın hansını, oxunun hansı hissəsində axtarmaq lazımdır? Cavablarda hansı sözlərdən qaçmaq lazımdır? Cavablarda hansı sözlər olan bəndi heç oxumamışdan, bəri başdan onu biz orada işarə eləməyimiz lazım olduğunu, sonra cavabdan, hətta oxuyub dinləməmiş, o verilmiş o suallardan cavabı çıxartmağı yollarını öyrənəcəksiniz. Ondan sonra isə bu oxuduqdan, dinlədikdən sonraki bu dərsliklərdən, əlavə vəsaitlərdən, şagirdlərin aldığı, oxuduğu məlumatlardan, bütün yığdıqları ideyalardan istənilən bir yazını yaza bilərlər. Belə ki, mənim əsas məsləhətim odur ki, ideyanı Azərbaycan dilində, Azərbaycan dili dərsində yığsınlar. Amma yoxdursa, İngilis dili dərsində biz ideyaları şagirdə yalnız dərsliyin içərisindəki oxu mətnlərindən, bir də əlavə vəsaitlərdən olan oxu mətnlərindən biz o məlumatları verə bilərik. Belə ki, hər mövzu üzrə yazmaq oxu məlumatları ilə əldə edilir. Ki, belə hər hansı bir məlumatdır, oxuyur, içərisindəki sözlərə diqqət yetirir, cümlə strukturuna diqqət yetirir, o məlumat haqqında necə yazı yazmalıdır, onun strategiyalarını öyrənəcəksiniz burada. Deməli, yazıda əsas yazıya köklənərkən biz təsviri yazı olduğu üçün, bu şəkil təsviri olduğu üçün oxunan materialdan, dinlənən materialdan biz yazı yazmalıyıq. Yəni, ona uyğun yazı yazacağıq. Hər dəfə, tutaq ki, 9-cu sinif olsun, o 9-cu sinifdə hər hansı bir şəkil verilibsə də, sanki elə hesab eləyin ki, o şəkil bayaq oxuduğunuz oxu mətnidir. O oxu mətninə uyğun beyninizdə şəkli təsvir eləyərək yaza bilərsiniz. Bütün ideyalarla bağlı beyində məlumat olduqdan sonra, istər şagird olsun, istər müəllim olsun, təsviri hekayə yazmağın qəlibini biləndən sonra istənilən bir mövzu haqqında o şəkildə məlumat çıxartmaq mümkün olmasa belə təsviri hekayə yaza biləcəklər. Çünki hazır qəlib veriləcək. 11-ci sinifdə olan parafraz mövzusuna aid isə geniş parafraz qaydaları var ki, hansı ki, o parafraz qaydaları əslində yəni asan olan, konkret qaydalara tabi olan qaydalardır ki,
Bu da öz qəlibi ilə sizə veriləcək. Yəni qəlibləri ilə. Hamısı yazı qəliblərinin hamısı sizə təqdim olunacaq. Dərsin sonunda isə, yəni bu tədris bitdikdən sonra bu dinləməni, oxunu, yazını necə tədris eləmək lazımdır öyrəndikdən sonra bir dəfə sizə qiymətləndirmə ediləcək, sertifikat təqdim olunmağından ötürü. Yəni bu qiymətləndirmədən yəni 3 səviyyə üzrə keçiləcək. 3 səviyyə üzrə sertifikatınız olacaq. Sonra isə sizə bütün il boyu istifadə edə biləcəyiniz 9, 10, 11-ci sinifi əhatə edən dərs planı veriləcək. Hansı ki, günbəgün keçəcəyiniz dərslərin siyahısı olacaq və hansı vəsaiti tədris eləməlisiniz, o vəsaitlərin adları orada yer alacaq. Bu qədər məlumatım sizə aydın olduğu ümid edirəm ki, əlavə nəsə suallarınız olarsa şərh bölməsinə qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın.